Selamlar dostlar. YouTube kanalıma ve videoma hamınız hoş gelmişsiniz. Bugün sizlerle birlikte çörekten pizza hazırlayacağız. Bəli, düz eşitdiniz. Bugün böyle çörəkdən bu gördüğünüz çörəkdən pizza hazırlayacağız. Bunu eləyə bilməyənlər varsa bu videoya baxaraq eləyə bilər. Bir də 2 saat nə bilim düzəltməklə falan pizza hazırlamaqdansa elə hazır çörəkdən pizza hazırlamağı mən sizə bu videoda öyrədəcəm. Dad testini eləyəcəyik, görək dadı necə olacaq. Videomuza keçək. Dostlar, indi meyvə tərəvəzlərimizi yuyuruq. Elə biberimizi yuyuruq. Sonra pomidorumuzu yazırıq. Biberdən biz 3 dənə götürsək bəs eləyər. Çünki çox da biberə ehtiyac yoxdur. Əlbəttə ki, yeməkləri bişirməzdən əvvəl tərəvəzləri və ya meyvələri yumaq şərtdir, lazımdır. İndi isə pomidorlarımızı yuyuruq. 2 dənə yekə belə bir pomidor aldım. Çünki pomidora çoxa ehtiyac yoxdur. 2 dənə belə bir pomidor aldım. Bunları da yuduq. Dostlar, indi isə tərəvəzlərimizi doğrayırıq. Gördüyünüz kimi pomidor, biberlərimizi doğrayacağıq. Pomidordan başlayaq doğramağa. İncə, elə biraz incə doğrayın ki, sonra dadı yaxşı çıxsın da. Doğramağa davam edirik. Deməli dostlar, mən keçən videoda Hilal Azadənin videolarına baxmışdım. Amma çox da baxış bəyəni gəlmədi. Yəni, məncə ilk videom idi o, ona görə gəlmədi də, o qədər. Bu ikinci videomdur. İnşallah buna daha çox baxış gözləyirəm. Bu videoya maksimum 20 bəyəni gözləyirəm. İnşallah 20 bəyəni gələr. İnşallah. Görək də indi sizlərin sayəsində gələr. Bu arada 130 abunə olmuşuq. Hamımıza 130 abunə olduğumuza görə təşəkkür edirəm məni izləyənlərə və bəyənib abunə olanların hamısına təşəkkürümü bildirirəm. Pomidorumuzun birinin yarısını doğradıq. Keçirik indi ikinci yarısına. Bir dənə pomidor məncə bəs edər. Çünki çörəyimiz çox da böyük deyil. Böyük çörək olsaydı çox pomidor doğrayardıq. Dostlar, deməli pomidoru belə doğradım. Pomidor hazırdır, birinci pomidor. Keçirik indi biberi doğramağa. Gördüyünüz kimi belə bir biber var. Birinci bu patlama deyə. Nəysə, heç olmaz. Birinci bunun baş tərəfini belə doğrayırıq. Bu riyasantdır doğrayırıq. Geçen iyi var. Doğrayaq, başlayaq. Biber də biraz çox eləməliyik. Deməli dostlar. Biberləri də çox incə doğrayın. Çünki qalın olanda çox da yəni dadı çıxmır da. Ona görə incə olmalıdır biberlərimiz. Bir dənə biber buna da məncə bir dənə biber bəs edər. Bəs etməsə burada biberlərimiz var yəni. Çoxdur pomidor, biber falan. Məncə bir dənə biber az oldu. Deməli dostlar, birinci biberlərimizi doğradıq. İkinci biberi də doğramaq istəyirəm. Çünki biberimiz tam yetmədi. Ona görə ikinci biber də doğramaq istəyirəm. Doğrayaq. Bir dənə biber çünki az oldu. Amma pomidor çox oldu. Biber amma az oldu. Mən bunu doğrayan yerdə, deməli dostlar, biberləri də doğradım belə. Biber də eyni, pomidor da eyni əla oldu. İndi isə keçirik kalbasanı doğramağa. Ən əsas yer kalbasa.
İyi de çok əladır. Birinci biraz soymaq lazımdır kalbasanı ki kabıqlı eləməyək. Ha, bu arada mən bunu da eləyərkən siz də kanalıma abunə olmağı və videoma like atıb bildirimləri açmağı unutmayın ki mən video çəkəndə siz kalbasanı da doğrayırıq. Kalbasanı istədiyiniz kimi doğraya bilərsiniz. Qalın da, incə də fərqi yoxdur. İstəyə görədir. Bu da iyi də çox əladır. Dostlar, kalbasından biraz belə doğradım. Bəs eləməsə yenə doğrayacağım. İndi bunu biz qırağa verək. Keçək çörəyi doğramağa. Dostlar, ən əsas yerlərdən biri çörək. Bəli. Çörəyin tam ortadan, baxın, tam ortadan dairəvi şəkildə doğrayırsınız. Tam dairəvi şəkildə olmalıdır. Elə eləyir ki, çörək yuxarıda yox, altda çox qalsın. Elə eləyin ki, düz kəsəsiz də, yumru kəsəsiz. Düz eyni düşsün. Gördüğünüz kimi mən kəsdim belə. Biraz bunu da belə eləyirsiniz ki, belə eləyin ki, bunun içindəkilər yatsın. Bunun içindəkiləri istəyə görə çıxarda da bilərsiniz, qala da bilər. Mən çıxartmayacağım, çünki yumuşaq olsun, həm də qalın olsun. Ona görə çıxartmıram içindəkiləri. Dostlar, indi keçirik ən əsas bölmələrdən biri ədviyyatlarımızı qoymağa. İlk növbədə mayonezlə ketçup belə tam göstərmirəm, çünki YouTube bunu reklam kimi qəbul edir. YouTube bu reklam deyil, yəni bu bir reklam deyil. Ona görə inşallah reklam kimi qəbul etməz. Sonra əziyyət çəkirəm, o qədər video çəkirəm. Video yəni paylaşa bilmirəm də, sonra telif haqqı gəlir. Yəni YouTube bu bir reklam deyil. Reklam aması çəkilməyib. Bol eləyək ki, bunları qoyun, dadı çıxsın, əla olsun da. Sonra qaşığı götürürsünüz, belə bir qaşıq, yayırsınız bunu. Yəni üstünü düzəltmək, ədviyyatlarını qoymaq normal pizzada olanlardandır. Prosto mən bu bölməni də çəkirəm də, yəni siz yenə də bilin nətər üstür şey eləyirəm. İndi də ki, üstün ədviyyatlarını qoyuruq. İlk növbədə pomidorlarımızı qoyaq, ketçupumuzu vurduq. Axırda üstünü sizə necə elədiyimi göstərəcəm. İndi üstünü qoyaq. Dediyim kimi çörək çox da böyük deyil, ona görə də çox da şey eləməyə, ədviyyat doğramağa ehtiyac yoxdur. İndi sonra duz da tökəcəyik üstünə ki, yəni duzunu əski etməyək. Pomidorumuzdan biraz qaldı. Qalsın o da. Və biberlərə yaya tökün. Hamısını bir yerə tökün. Belə. Bu videonun ikinci serisini gəlməyini istəyirsinizsə, kanala abunə olub, like atmayı unutmayın. Bu videoya maksimum 20 like gəlsə, çox sevinərəm. Kalbasalarımızı qoyuruq. Kalbasalarımız əgər az olsa, yenə doğrayacağım. Yenə şey eləyəcəm. Burada qoyaq. Burada qoyaq. Çox da yer yoxdur, qoymaq olmur, ona görə. Dostlar, indi sizə üstünün necə olduğunu bir şey yaddan çıxıb dostlar. Pendiri qoymaq dostlar. Pendir yadımızdan çıxdı. Ən əsas şeylərdən biri də yadımızdan çıxıb pendir. Bunu necə unutdum mən? Dostlar, qoyuruq bunda. Çox gözəl iyi var. Oruq dövlətin ən ağır şeydir ha. Başa düşürsən. Ən ağır cinayətlərə baxılır orada.
Bir dakika. Gör ne deyirəm. Hayda biraz şey olur dostlar bu. Şuraya belə yerə. Bir dakika. Çünki altın Şey olur biraz kırılındı. Çok yumuşak diye kırılır. Ha dostlar bir de böyle pendirlerimiz. Bir dənə aldım, bir patka. İçinden çok çıkmış. İstəsəz siz de bundan alabilirsiniz. Çok əla bir pendir. Dostlar, deməli dostlar, son halı pizzanın budur. İndi qoyacağıq bişməyə. Dostlar, deməli Tofkaya göndəririk. Deməli dostlar, göndəririk indi. Qoydum. Belə gördüyünüz kimi bağladım. Yarım saat sonra görüşərik. Dostlar, indi hazırlandı pizzamız. Gördüyünüz kimi. İndi götürürük, dadına baxacağıq. Deməli dostlar, pizzamız hazırdır. İndi pizzamızı kəsirik. Oy, xıtır xıtır deyə pizzamız. Əla olub, süper olub. Buradan da biraz kəsək. Yəni balaca kəsdim, dadına baxaq. Bir dəqiqə. Dadına baxırıq indi, biraz kəsdim. Dadına çox isti tüsü çıxır. Bilmirəm görmürsüz. Çox tüsü çıxır. Bu necə dişliyim hemen? Möhtəşəm. Süper olub dostlar. Əla olub. Düzəlmək istəyənlər düzəldə bilər. Çox əla, süperdir. Videomu bəyənib kanala abunə olub bildirimləri atmayı unutmayın. Özünüzə çox yaxşı baxın. Bay bay.